Bismillahirrahmanirrahim. Gözəl insanlar, hamınızı əziz Allahın salamı ilə salamlayıram. Allahın xeyri, bərəkəti və salamı sizin və ailənizin üzərinə olsun. Biz Quran yolçuluğuna davam edirik. Qur'anı tanıtmaq istəyirik. Çünki bir müsəlmanın, əlbəttə bu işi bilən bir müsəlmanın vəzifəsinin biri Qur'an-ı Kərimi tanıtmaqdır. Qur'an-ı Kərimi tanıtmaq bir cihad olduğunu Qur'an-ı Kərim özü söyləyir. Qur'an-ı Kərimi tanıtmaq Allah'a tanıtmaqdır. İnsana tanıtmaqdır. İnsanın missiyasını tanıtmaqdır. İnsanın bu dünyadakı varlıq səbəbini və gedəcəyi yeri, ahirəti tanıtmaqdır. Ahirəti qazanmağın yollarını göstərməkdir gözəl insanlar. Biz Qur'an-ı Kərimi doğru tanısaq, cəhalətin, qəflətin, xurafənin beli qırılmış olacaq gözəl insanlar. İnsanlar Qur'an-ı Kərimi tanısalar, doğru tanısalar, neyin Qur'andan olduğunu, Allah'ın bizdən nə istədiyini, neyin doğru, neyin yanlış olduğunu da tanımış olacaqlar gözəl insanlar. Mən bu videomda sizə ümumiyyətlə belə bir planım, istəyim var ki, Qur'an-ı Kərimin surələrini bir-bir, öncə ümumi mesajlarını tanıtmağa çalışım. Ki, Qur'an nədir? Hansı surələri var? O surələrin içindəki mesaj nədir? Onları öncə tanıtmaq istəyirəm gözəl insanlar. Sonra da Allah nəsib etsə, Allah ömür versə, güc versə, imkan versə, hər surənin içindəki ayələri söz-söz şərh eləməyi də Allah bizə nəsib edərsə, onu da etməyi planlayıram gözəl insanlar. Öncə bugün mən sizə Bələd surəsi ilə bağlı 2 video çəkməyi planlayıram. Nəyə görə Bələd surəsini önə çəkdim desəniz, Bələd surəsi insanın missiyası haqqında bizə açıq, aydın mesajlar verir. Yəni Allah insanı nə üçün yaradı? İnsanın missiyası nədir? Bunu bizə öyrədən surələrdən biri də Bələd surəsidir. Bələd surəsi Qur'an-ı Kərimin 90-cı surəsidir. Məkkədə nazil olduğu bildirilir, deyilir. Məkki bir surədir yəni. 20 ayətdir gözəl insanlar. Bələd sözü şəhər, bölgə, məkan mənası daşıyır. Orada uca Allah Məkkəni nəzərdə tutur. Bu 20 ayəlik surədə əziz Allah insan necə tanınır? İnsanın missiyası necə müəyyənləyir? Birinci mesajı budur ki, gözəl insanlar Bələd surəsinin insana deyir ki, həyat imtihandır. Həyat çətinliklərlə doludur. Allah insanı nə üçün imtihan edir desəniz, birinci cavabım budur ki, bu surədən öyrəndiyim birinci cavab budur ki, insan iradəli varlıqdır. 2. Allah insanı ona görə imtihan edir ki, insana bir şeylər öyrətsin. İmtihan çətinlik deməkdir. Çətinlik insanı öyrədir. 2. Allah insanı imtihan edir ki, seçsin. Yəni imtihanın məqsədi nədir? İmtihanın məqsədi insanı seçməkdir. Kim Allahın rızasına daha uyğun hərəkət eləyir? Kim Allahın onun üzərinə qoyduğu missiyanı yerinə yetirir? Öz vəzifəsini yerinə yetirir, bunu imtihan müəyyən edəcək. Mən sadəcə Allaha inanıram deməklə canımızı qurtara bilmərik. Biz imtihanda müəyyən olunacaq ki, biz gerçəkdən ağlımızla, qəlbimizlə, vicdanımızla Allaha təslim olduqmu? Onu imtihan müəyyənləyəcək. 3. İmtihan böyüdür gözəl insanlar. Yəni imtihan öyrədir, həyatı insana öyrədir. Bax, siz ya da övladınızın istəyirsinizmi ki, özünü kəşf eləsin? Özünü kəşf eləməyin yolunun biri budur ki, mücadilənin içinə girəcəyik. Bir iş edəcəyik. İnsanı bildikləri dəyişdirməz, insanı etdikləri dəyişdirər. İnsanın etdikləri insanın zəif və güclü yönlərini üzə çıxarar. Bir iş etməliyik ki, imtihana girməliyik ki, öyrənək, seçilək, böyüyək. Allahın bizi hansı missiyanın yaratdığını bizə Allah öyrətsin. Yəni, etdiyimiz işlər öyrətsin deyir. Əziz Allah başqa bir ayəsində buyurur ki, insana yalnız əməyinin qarşılığı vardır. Gözəl insanlar. Yəni, Bələd surəsi bizə öncə həyatın imtihan olduğunu öyrədir. 2. Bələd surəsi bizə öyrədir ki, ey insan, çətin olanlara talib ol. Böyümək mi istəyirsən? Özünü kəşf etmək mi istəyirsən? İlahi rızanı qazanmaq mı istəyirsən? Çətin olana talib ol. Çünki acılar, çətinliklər insanı böyüdür. Böyük bir imtihanın içinə gir. Həyat mücadeləsinin içinə gir. İnsan olmağın haqqını ver. Çətinlikdən qorxma. Çətinliyə talib ol ki, böyüyəsən. Mömin kimdir? Müsəlman kimdir? Bu surədən öyrəndiyim şeyin biri də budur ki, mömin çətinliklərə talib olan insandır. Mömin imtihanda olduğunu fərq edən insandır. Mömin Allahın onun üzərinə qoyduğu imtihan yükünün
çekebilen, anlayabilen, görebilen, imtihanın insanı incitmek, ezmek, çetinliklere salmak için değil, eksine insanın özünü keşfetmesini öğretmek içindir güzel insanlar. Bu surenin bize öğrettiği bir mesaj da budur aziz insanlar. İnsana deyir ki bu iş asandır, çetindir diye sual verme. İnsana deyir ki belə sual, belə düşün. Bu mümkündür yoksa mümkün değildir. Bir insan bir şeye çetindir dese ondan el çeker. Bakın mümkündür yoksa mümkün değildir. Mümkündür deyir. Niye göre? Çünkü senden önceki insanlar bunu ettiler. Senden önceki mücahitlere bak deyir. Minlərlə insan bunu edibsə sen de bunu edebilirsen. Ey insan deyir. Üçüncü, Beled suresi bize deyir ki, hayat sert yokuştur. Bakın sert yokuş. Görürsünüz sert yokuş çetinlik demektir. İmtihan demektir. Hayatı Allah belə tanıdı. Hayatla bağlı Allah'ın verdiği ölçünün biri budur. Hayat sert yokuştur. Niye göre sert yokuştur? Bu ilerleyen merhalede onu açıklamaya çalışacağım güzel insanlar. Sert yokuşun tarifini, sınırlarını Allah gösterip verir. Onu da ben inşallah açıklamaya çalışacağım. Dördüncü mesaj ondan ibarettir ki Beled suresinin verdiği dördüncü mesaj odur ki insan, dikkat edin burasına, mesuliyetli varlıktır. Allah buyurur ki ey insan, Allah seni boşuna gezesen diye, öz keyfine yaşayasan diye yaratmadı. Sen mesuliyetli varlıksan. Beled suresi insana mesuliyetini öğretir. Bakın burada mesuliyet sözünü daha yaxşı kavramak için bir şey ölçü diyeyim ki mesuliyet sözüyle sual sözü eyni köktendir. Güzel insanlar deyirəm ki mesuliyet sözüyle sual sözü eyni köktendir. Deyirsiniz ki her ikisi Ərəb sözüdür. Deyirsiniz ki müəllim bu mesuliyet sözüyle sual sözü arasında ne alaka var? Bakın benim geldiğim qənaət, gördüğüm qənaət budur ki bakın sual ve mesuliyet eyni köktendir deyirəm. Köktaşdır deyirəm. Mesuliyet o şeydir ki size ondan sual verilecek. Neyin mesuliyetiz? O şeyin ki mesuliyeti sizin üzerinizdedir. Allah ondan size sual verilecek. Bakın mesuliyetle sualın alakası budur. Nedir belki onları saysam ne diyebilirim? Birinci budur ki Allah'ın insan üzerinde hakkı var. Allah'ın bize vereceği sualın biri budur. Ey insan, Allah'ın üzerindeki hakkını yerine getirdin mi? Bakın mesuliyet odur ki ondan sana sual verilecek deyirəm. Allah'ın üzerimizdeki hakkı var deyirəm. Allah'ın üzerimizde hakkı var yani. Çünkü bizi o yaradıp, yoktan yaradıp, var eləyib bizi. Var olmak böyük bir nimettir. İnsan olmak böyük bir nimettir. Ağıllı, iradeli, vicdanlı varlık yaradı. Ama aynı zamanda insana bu sual da verilecek. Ey insan, Allah'ın üzerindeki hakkını verdin mi? Beled suresi bize öğretir ki Allah'ın insan üzerindeki hakkı budur. Yani bir insan eğer istəyirsə ki Allah'ın onun üzerine koyduğu o hakkı yerine getirsin, onun hakkı nedir? İman etmektir. İnsan iman ederse, Allah'a teslim olarsa Allah'ın onun üzerine koyduğu hakkı yerine getirmiş olur. Allah'a iman etmek ve Allah'a teslim olmak Allah'ın buyurduğu gibi yaşamak demektir güzel insanlar. Kur'an'ın üzerimizdeki hakkını verdik mi? Bak Kur'an'a göre biz mesuliyet, eğer Müslümanıksa Kur'an'a göre mesuliyet taşıyırıq. Kur'an'a göre bize sual verilecek. Ey insan, Kur'an'ın üzerindeki hakkını yerine getirdin mi? Yani Kur'an'ı okudun mu? Anladın mı? Öğrettin mi? Yaydın mı? Kur'an'ın buyurduğu gibi yaşadın mı? Bakın mesuliyetimizin ölçüsü bu mühendis. 3. Ey insan, Allah'ın Resulünün, Allah'ın Resullarının hakkını ödedin mi? Allah'ın Resullarının üzerimizdeki hakkı nedir deseniz, örnek olmaktır. Yani ey insan, ey Müslüman olduğunu iddia eden insan, Allah'ın Resulünü örnek olarak seçtin mi? Allah'ın Resulünün, Allah'ın Resullarının ettiğini ettin mi? Yani hayri, bereketi yaydın mı? Ey insan, sen öz hakkını verdin mi? İnsan olmağın hakkını verdin mi? İnsan olmağın hakkı nedir? Emri bil maruf, nehi enil münkerdir. İnsan olmağın hakkı hayri, bereketi çoxaltmaq, zulmün, pisliği, şərin qarşısında durmaqdır, güzel insanlar. Bir insan hayri çoxaldarsa, ədaleti çoxaldarsa, mərhəməti çoxaldarsa, insan olmağın hakkını verebilir.
İnsan olmanın hakkı sadece yeme, içme, istediği kimi gezmek değildir. Bir misya yüklenmektir. Xeyri yayma misyası, ədaleti yayma misyası, elmi, adalet, təhsili yayma misyasıdır güzel insanlar. Emri bir maruf budur. Nehi enil münker ve aynı zamanda pisliklere karşı durmak. Ömrümüzün hakkını verir. Bəs ömrün hakkı nedir diye Allah bizden sorsa, Beled suresi bize ne öğretir? Ömrün hakkı güzel insanlar. Allah bize ömür verir. O ömrün ne kadar olacağını da biz bilmirik. Allah'ın verdiği ömrün hakkı Beled suresine göre, Kur'an-ı Kerim'e göre salih emellerdir. Eğer ömrümüzü salih emellere hasredirikse Allah'ın bize verdiği ömrün hakkını ödemiş oluruz. Bakın ömür, temir, ümre sözlere yeni köktendir. Ömürle temir arasında ne alaka var? Eğer ömrünüzü təmirə həsr edirsinizsə, yəni sınmış qəlbləri təmir edirsinizsə, şirkə bulanmış qəlbləri təmir edirsinizsə, çökmüş, çürümüş ağılları təmizləyirsinizsə, insanları cəhalətdən, qəflətdən, pislikdən, içkidən, narkotikdən, qumardan, yalandan, rüşvətdən təmizləyirsinizsə, təmir edirsiniz insanları. İnsanları doğru seçime, doğrunu seçmeye yöneldirsinizse iradesini təmir edirsiniz. İnsanların qəlbinə iman yerleşmesi için yardımcı olursunuzsa o insanın çürümüş qəlbini təmir edirsiniz. İnsanları şirkten temizleyirsinizse ömrünüzün hakkını verip təmir edirsiniz onları. Bakın vicdanın təmiri nedir? Eğer bir insanın vicdanına merhamet koyursunuzsa, merhametin koyulmasına iştirak edirsinizse o insanın vicdanını təmir edirsiniz. İnsanları barıştırırsınızsa, barışa çağırırsınızsa, merhamete çağırırsınızsa, sevgiye çağırırsınızsa, kardeşliğe çağırırsınızsa o insanları təmir edirsiniz. Bakın, ömür təmir. Ömrünüz təmirə mi həsr olunur, yoksa xaraba qoymağa mı? Her insanın bu sualı özüne vermesini istəyirəm. Mənim ömrüm nəyə sərf olunur? Ev yıxmağa mı, böhtana mı, yalana mı, dedikoduya mı, harama mı, rüşvətə mi, yoksa güzel insanlar, elmə mi, təhsilə mi sərf olunur? Xeyrə mi sərf olunur? Gözəl insanlar. Ömrünüz təmirə sərf olunursa Allah ona ömür deyir. Bakın ümrə sözü de yeni köklendir. İnsanlar ümrəyə ne için gedirlər? İnsanlar ümrəyə niye gitməlidirlər? Bakın ümrə insanların ağlının, qəlbinin, vicdanının təmir olunduğu yerdir. Aslında biz ticaret için oraya gitməməliyik. Çünkü insan kirlenir, insan yorular, insan bazen ümidini itirer, insan bazen tenha kaldığını hisseder. O yeniden özünü formatlamak, dizayn etmek, update eləmək, yeniden öz kimliğini inşa etmek ve Allah'ın onun üzerine koyduğu misyanı yerine getirmek istəyirsə, onun yolunu bir de ümreye gidip o yerin bereketini de hissetmektir. Güzel insanlar. Yani hayatın hakkı, ömrün hakkı onu salih emellere sərf etmektir. Güzel insanlar. İndi bu Beled suresi güzel insanlar ne dedik? Hayat sert yokuştur deyir. Bakın önce insana ne söylüyor? Bir neçə ayı okuyup sonra bu videonu burada saklayıp başka bir videoda devam edeceğim. Sizi çok yormak da istemiyorum güzel insanlar. Bu Beled suresinde önce insana deyir ki hayat məsuliyyətdir, hayatın hakkını ver, Allah'ın hakkını ver, elçilerin hakkını ver, Kur'an'ın hakkını ver, ailenizin hakkını verin. Ailenizin hakkını verdiniz mi? Vətənimizin üzerimizde hakkı var, onu ödedik mi? İnsanlığın üzerimizde hakkı var, onu ödedik mi? Bak insan olmak, yani Allah buyurur ki insan olmak sert yokuşu dırmaşmaktır. İmtihan budur, çetinlik budur. Ömrünü neye hasrettindir? Allah'ın koyduğuna talipsen, sert yokuşa talipsen yoksa yok. Bakın ne söylüyor? Önce insana ne diyor? Bismillahirrahmanirrahim. 4. ayesinde buyurur ki Bismillahirrahmanirrahim. Beled suresini okuyuram 4. ayəni. Şüphesiz ki, yani hiçbir şüphe yoktur ki biz insanı, dikkat edin, biz insanı çetinliklere dayanıklı, dözümlü yarattık. Bakın ne söylüyor? İnsan neye hazırlıyor? Diyor hayat sert yokuştur. O sert yokuş bilirsiniz de çetinliktir, imtihandır. Oranı bizim çıkmamız lazım değil mi? Allah deyir ki ümitsiz olma ey insan. Bakın Beled suresi deyir ki bütün məğlubiyyətin səbəbi ümitsizlikdir. İnsan ne zaman məğlub olur? Ümidini itirəndə.
Deyir ki, ey insan, həyat çətinlikdir, doğrudur. Sərt yoxuşdur, doğrudur. İmtahandır, doğrudur. Acı günlərin, sıxıntılı günlərin olacaq, doğrudur. Üzərinə qoyduğu missiya, ey insan, sənin üzərinə qoyduğu missiya çox böyükdür, doğrudur. Amma Allah səni yalnız buraxmayıb ki, Allah buyurur ki, şübhəsiz ki, biz insanı o sərt yoxuşu qalxması üçün, o çətinliyin ötəsindən gəlməsi üçün ona lazım olan səbri, gücü də vermişik deyir. Baxın, sonra nə buyurur? Biz ona iki göz, bir dil, iki dodaq vermədikmi? Baxın, sual cümləsi qurur. Ey Allah insana deyir ki, sənə iki göz vermədimmi? Gözü nəyə görə vermişik? Bax, o sərt yoxuş var. Gözü vermişik ki, həqiqəti görəsən. Dili, dodaqları vermişik ki, gördüyün həqiqəti danışasan. Yəni, ey insan, o gözün haqqını versən, dilin haqqını versən, dodağın haqqını versən, o sərt yoxuşu görsən, Allahın sənə verdiyi gücü kəşf etsən, həqiqəti görsən. Çünki həqiqəti görməyən adam böyüməz. Həqiqət uğrunda mücadilə etməyən adam böyüməz. Biz ona iki göz, bir dil, iki dodaq vermədikmi? Baxın, sonra nə söylüyor? Əlaqə qurun, nə dedi? İnsana həyat sərt yoxuşdur, çətinlikdir, imtahandır. Ancaq Allah insana o imtahanı keçməsi üçün o yükü, o böyük missiyanı, o mücadilə yükünü daşımaq üçün hər cür imkanı da verib, ağıl veribmi? Verib, iradə veribmi? Verib, vicdan veribmi? Verib, fiziki gücü veribmi? Verib, kitab göndəribmi? Elçi göndəribmi? İnsanın bütün o gücünü, həyatını yenidən dizayn etmək üçün bütün imkanları veribmi? Verib. Eyni zamanda deyir ki, sənə iki göz verdi, bir dil verdi, iki dodaq verdi. Yəni missiyanı, o sərt yoxuşu qalxmaq üçün bütün imkanları verdi. Üstə gəl, buyurur ki, baxın, ona, yəni insana iki yolu da göstərdik. Baxın, o sirat-ı müstəqim var, düz yol. Daha doğrusu doğru yol. Bax, doğru yol sadəcə düz yol demək deyil. Diqqət edin burasına. Doğru yol enişli, yoxuşlu yoldur. İnsanlar elə bilir ki, Allah deyir sirat-ı müstəqim, yəni sirat-əl müstəqim. Yəni doğru yol, İslamın yolu. O İslamın yolu biz deyəndə biz belə şose kimi, düppədüz yol deyil. Doğru yol çətinliklərlə dolu yoldur, enişlidir, yoxuşludur, sıldırımı var, dolambaçlıdır. İnsan o yolları enəcək və qalxacaq və böyüyəcək. Deyir ki, sənə o iki yolun ikisini də göstərdik. Hansıdır o iki yol? Allah deyir ki, cənnətə gedən yolu da göstərmişəm, cəhənnəmə gedən yolu da göstərmişəm, xeyri də tanıtmışam, şəri də tanıtmışam. Quran iki yönlü kitabdır. İnsana deyir ki, ədaləti də tanıtmışam, zülmü də, xeyri də, şəri də. Halallığı, haramlığı, halal da tanıtmışam, haramı da. Doğru yolu da, əyri yolu da. Cəhənnəmə gedən yolu da, cənnətə gedən yolu da tanıtmışam. Amma nə üçün bunu söylüyor? Deyir ki, sən iradəli varlıqsan, mən yolu tanıtdım, seçmək sənə aiddir. Hansı yolu seçəcəksən? Niyə görə insanın üzərinə qoyub? Çünki insana iradə verir. İnsana deyir ki, bax, yolları gördünmü? Quran oxudunmu? Quran bütün yolları tanıtdı mı? Və insana nə deyir Allah? Allah buyurur ki, insanın seçdiyi, insana ancaq əməyinin qarşılığı var. İnsana ancaq seçdiyinin qarşılığı var. Seçdiyiniz qədəriniz olacaq. Gözəl insanlar, həyat seçimdən ibarətdir. Nəyi seçsəniz həyatınız o olacaq. Həyat seçimdən ibarətdir deyirəm. Həyat tərcihdir, seçimdir. Nəyi seçsəniz həyatınız o olacaq deyir. Niyə görə? Çünki iradəlisiniz. Baxın, nəyi seçmək, üstə gəl, diqqət edin. Seçmək haqqı da insanındır. Amma seçdiyinin məsuliyyəti də insana aiddir. Baxın, sizin həyatınızın sorumluluğu, məsuliyyəti sizə aiddir. Həyat seçimdir. Seçdiyiniz də sizin haqqınızdır. Seçdiyinizin məsuliyyəti də sizin. Hər kəs özünün hesabını verəcək. Ona görə də ki, iki yolu göstərdim. Baxın, nə deyir? Göstərdim deyir. Amma seçmək sənə aiddir. Buyur, seçirsən. Xeyri seçirsən, yoxsa şəri. Haramı yoxsa halalı. Ədaləti yoxsa zülmü. Cəhaləti yoxsa elmi seçirsən. Zinanı seçirsən, yoxsa qanunlu halal yolla kəbinli evliliyi seçirsən. Gözəl, təmiz yaşamağı seçirsən, yoxsa narkomaniyanı seçirsən, yoxsa içkini seçirsən, yoxsa yalanı seçirsən, yoxsa rüşvəti seçirsən. Bax, sənin işində ey insan, seçdiyin qədərin olacaq. Seçdiyinə görə cavab verəcəksən deyir. Ona görə deyir ki, baxın, nə dedi? Həyat sərt yoxuşdur, amma insana o sərt yoxuşu dırmaşmaq üçün bütün gücü verdim deyir. Göz də verdim, dil də verdim, dodaq da verdim, yolları da tanıtdım deyir. Baxın, nə qədər böyük, Allah hər şeyi açıqlayıb, gözəl insanlar. Baxın, sonra nə söyləyir? Ancaq
O, yəni insan, o sərt yoxuşu qalxmağı gözə almadı. Baxın, cahil insanları nəzərdə tutur. Deyir, o cahil insan asan yola qaçdı. Baxın, ədalətin yolu çətindir. Həqiqəti söyləmək bədəl istəyir, gözəl insanlar. Bədəl ödəməyən peyğəmbər yoxdur. Deyir ki, bax o sərt yoxuşda, axı doğruları söyləmək, həqiqəti söyləmək çox zordur deyir. İnsan o dik yoxuş, o sərt yoxuşu qalxmaq istəmədi deyir. Baxın, son ayəni oxuyuram, burada saxlayacağım inşallah. Allah buyurur ki, Bismillah, o sərt yoxuşun, baxın, o sərt yoxuşun nə olduğunu sənə bildirən nə ola bilər ki? Bax, deyir ki, sərt yoxuşu özünə görə tərif edə bilməzsən. Allah nəyə sərt yoxuş deyirsə, Allah sərt yoxuşu necə tanıdırsa, Allah həyatın imtihanı necə tanıyırsa, sərt yoxuş odur. Sərt yoxuşun ölçüləri nədir? Onu sıradakı videoda sizə çatdıracağım. Allah bir açıklamıştır gözəl insanlar. Ne dedik? Bütün məğlubiyyətin səbəbi ümidsizlikdir. Ümidsiz olan insan çalışmaz. Sərt yoxuşa talib olmaz. İmtihana girməz. Ümidli olacağıq. Quran bizə ümid verir. İman bizə ümid verir. Allah bizə ümid verir. Deyir ki, güc qaynağıdır bunlar sənin. İmanının, ağlının, vicdanın, iradənin haqqını ver, ümidin haqqını ver, sərt yoxuşa talib ol və unutma. Qalx ondan yuxarı deyir. Əziz Allah sizin və ailənizin ümidini artırsın. Sizi sərt yoxuşa qalxmağa talib olanlardan etsin. Və o yoxuşu görmək, tanımaq və onu qalxmaq olan, lazım olan gücü də Allah sizə nazil etsin. Əmin olun ki, siz o yoxuşu qalxmağa talib olsanız, Allah onun gücünü də sizə göndərəcək. Məni dinlədiyinizə görə sizə təşəkkür edirəm. Sağ olun, var olun. Əziz Allahın sonsuz, sınırsız mərhəmətinə əmanət olun. Gözəl insanlar.